Salam, növbəti dərsimiz Azərbaycan tarixindən 18-ci əsrdə Azərbaycanda mövcud olan xanlıqlardan başqa feodal hakimliklər və feodal qurumlardır. Bunlar sözsüz ki, cəmaətlıq, mərkəklər və sultanlıqlardır. Bildiyimiz kimi 18-ci əsr boyunca Azərbaycanda feodal dağınıqlıq dövrü olmuşdur. Bu dövrdə Azərbaycanda bir neçə feodal qurumlar olmuşdur. Bunlar əsasən xanlıq var və bu dəstə isə anlatacağım sultanlıqlar idi. Sultanlıqlar ilk öncə başlayır təbii ki, İllus sultanlığından. İllus sultanlığı 16-cı əsrin ikinci yarısında yaranmışdır. Səfəvilər dövlətinin zamanında yaranmışdır. Növbəti sultanlığımız Borçalı sultanlığıdır. Borçalı sultanlığı 17-ci əsrin əvvəllərində. Bu da yenə Səfəvilərin zamanında yaranmışdır. Borçalı sultanlığının ərazisi Borçalı və Loru. İndiki Ermənistanın şimal hissəsinə aiddir təqribən. Daha sonra Borçalı sultanlığı Səfəvilər zamanında Qarabağ bəylərbəyliyin tərkibində olmuşdur. Həmçinin də 18-ci əsrin 50-ci illərində isə Gürcü, Kartli Çarı tərəfindən işğala məruz qalmışdır. Davamında gəlirik Şəmsəddin sultanlığı. Şəmsəddin sultanlığı Cülqədər tayfasının Şəmsəddin qolu ilə bağlıdır. Qeyd etməliyəm ki, Səfəvilər zamanında mövcud olmuşdur Şəmsəddin sultanlığı da və həmçinin Səfəvilər dövləti zamanında Qarabağ bəylərbəyliyin tərkibində edir və 18-ci əsrin 50-ci illərində isə Şəmsəddin sultanlığı da eyni ilə Borçalı sultanlığı kimi Gürcülər Kartli Çarı tərəfindən işğala məruz qalmışdır. Ardınca gəlirik Qazax sultanlığı. Qazax sultanlığı 18-ci əsrin ikinci yarısında yaranmışdır. Xırda bir torpaq sahibliyi, feodal hakimliyi. Ardınca gəlirik Qəbələ və Qurtqaşen sultanlıqları. Qəbələ və Qurtqaşen sultanlıqları 18-ci əsrin ortalarında mövcud olmuşdur. Və son olaraq sultanlığımız isə gəlir Ərəş sultanlığı. Ərəş sultanlığı Səfəvi dövlətinin zamanında mövcud olmuşdur. Şirvan bəylərbəyliyinə tabe edir və Ərəşin sonuncu sultanı Şəhabəddin sultan olmuşdur. 1795-ci ildə Ərəş sultanlığı ləğv edilmişdir və Şəki xanlığına tabe olmuşdur. Sultanlıqlarla bağlı bir neçə mühüm və sadə, həmçinin qızıl qaydalarımız var. Bunlar hansılardır? 1. Qeyd etməliyik ki, İllusu sultanlığından başqa qalan bütün sultanlıqlar Şəki xanlığından asılı olub. İllusu istisnadır. Ardınca İllusu, Şəmsəddin, Ərəş, Qəbələ, Qazax, yəni bu sultanlıqlar başçısı sultan titulu daşıyırdı. Həmçinin İllusu, Borçalı, Şəmsəddin və Ərəş sultanlıqları Səfəvilər dövlətinin zamanında mövcud olmuşdur. Digər qaydamız Borçalı və Şəmsəddin sultanlığı Qarabağ bəylərbəyliyin tərkibində olmuşdur. Ərəş sultanlığı Şirvan bəylərbəyliyin tərkibində olmuşdur. Həmçinin Borçalı və Şəmsəddin sultanlığı 18-ci əsrin 50-ci illərində Gürcü, yəni Kartli Çarı tərəfindən olmuşdur, işğala məruz qalmışdır. 18-ci əsrdə sultanlıqlardan başqa mövcud olan digər feodal qurum Azərbaycan ərazisində bu cəmaətlıq idi. Cəmaətlıq ərəbcədən cəm, birgə, icma deməkdir. Yəni sözü işi bir olan insan toplusu anlamında gəlir. İlk öncə bunu bilək. Car-Balakən cəmaətlığı Azərbaycanın şimal-qərb hissəsində yerləşirdi. Burada qan qohumluğu ilə birləşdirən bir neçə icmalar var idi. Bu Car, Balakən, Qatex, Muxax, Cənik, Tala. Car-Balakən cəmaətlığına bağlı bir neçə asas sözlərimiz var. Türk mənşəli idi. Həmçinin Car-Balakən cəmaətlığı 18-ci əsrin 50-ci illərində Şəki xanlığına tabe olmuşdur. Şəriət qaydalarında, yəni İslam qaydaları ilə idarə olunurdu. Cəmaətlığın idarə olunmasında xüsusi söz sahibi olan qazı və kəndxudalar var idi. Qazı məhkəmənin sədri idi. Həmçinin ruhanilərin mövqeyi burada yüksək idir və cəmaətlığın ali idarəetmə orqanı isə xalq yığıncağıdır. Və son olaraq 18-ci əsrdə mövcud olan digər feodal hakimlik, yəni qurum, bu məliklik idi. Məlikliklər qeyd etməliyik ki, Qarabağ xanlığının tərkibində idi. Həmçinin biz bilirik ki, 1736-cı ildə Nadir Şah seçiləndə Qarabağ bəylərbəyliyin məşhur feodal hakimləri Nadirin Şah seçilməsinə qarşı gəldiyi üçün Nadir Şah Qarabağa tabe olan məliklikləri azad etmişdir. Məlikliklərin digər xüsusiyyətləri. Bunlar xristian mənşəli idilər. Lakin Qarabağ xanlığının tərkibində idilər. Məlikliklər Qarabağ xanlığına qarşı hansı siyasət yürüdürdülər? Onlar Qarabağ xanlığının mərkəzləşdirmə siyasətinə mane olur. 2. Separatizmlə, separatçılıq edirdilər. Yəni, mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. 3. Qonşu dövlətləri, xüsusilə xristian dövlətləri, xüsusilə Rusiyanı Qarabağ xanlığına yürüşə təşkil edirdilər.
Mənşiklərin ən fəal olduğu dövr 1768-1774-cü illərdə Rus-Osmanlı müharibəsinin gedişatında olmuşdur. Rusiyanın qələbəsi, Osmanlı məğlubiyyəti onları daha da ürəkləndirmişdir. Onlar Rusiyadan yardım istəmişlər ki, Qarabağ yürüş etsinlər deyə. Lakin bu dövrdə Rusiyanın hələ kifayət qədər gücünün olmaması, həmçinin beynəlxalq vəziyyət buna imkan vermədiyi üçün Rusiya Qarabağ xanlığını yürüş etməmişdir. Biz bilirik ki, Qarabağ xanı istər Pənahəli, istərsə İbrahim Xəlil xan mənşikləri tabe etmişdir. İlk olaraq Pənahəli xan Vərəndə məlikliyini tabe edir. Daha sonra Balıqaya döyüşündən sonra Xaçın məlikliyini, daha sonra Dizaq, Çiləbörd, Talış məlikliyində. Eyni ilə Pənahəli xanın oğlu İbrahim Xəlil xan da məliklərə qarşı mübarizə aparmış və onları tabe etmişdir.